heç bir duyğu dəyişikliyi yoxdur. Mən qürur hissi keçirirəm ki, nə yaxşı ki, həkim olmuşam. Həkim olmasaydım, bəlkə də filosof ola bilərdim. Amma həkimlik həm filosofiyadır, həm dediyim kimi incəsənətdir, həm rəssamlıqdır, həm şeir yazmaqdır. Çox yaxşı ki, mən həkim olmuşam və öz missiyamı, həyatda olan kredom mən belədir, yaşatmaq və yaşamaq. Mən bu kredonu həyata keçirə bilirəm. Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? Bugünkü siz, o uşaq mən həkim olacağam deyəndə nə hiss eləyirdi və ona nə cavab verərdiniz? İndi hiss etdikləriniz qürur hissidirmi, yoxsa peşmançılıq? Mən tək həkim deyiləm, həm də mən bilirsiniz ki, müəlliməm, Tibb Universitetinin Urologiya kafedrasının professoruyam. Tələbələrə dərs verirəm. Bir tərəfdən tələbələrə dərs vermək, bir tərəfdən xəstələri müalicə etmək mənim əsas kredomdur və bununla mən fəxr edirəm. Təsəvvür edin ki, bir neçə ölkədə, bir çox ölkədə mənim tələbələrim var. O tələbələr mənim həyatımı və mənim cizgilərimi, dəsti xəttimi, müalicə metodlarımı tətbiq edirlər, istifadə edirlər. Bundan gözəl nə ola bilər? Ona görə mən həmişə qürur duyuram öz sənətimlə, öz missiyamla və düşünürəm ki, mən buradan daha çox başqa bir yerdə insanlara bu qədər gözəllik, xoşbəxtlik verə bilməzdim.